Ramazan ayının 12-ci günü saat 9-u və dəzgahımız hazırdır. Keçirik mişli qovurması qara tikələrlə. Və burada var piti, zərfəranlı, heyva şirəsində kuzu masaları, antrikot dolma, qazan katleti, həmişət kimi. Və keçirik burada mis qazanda kuzu sosu, sıvadlı xallı aşırıdan hamımız bilirik. Tərəvəzi toyratı kəhələyinə, lobya plov, qurtdi bizqara. Və fırında var burada farel balonları, kartoflarla yanında, pendirli toğ cəvələ əcəb sandal mal əti ilə, tərəvəzli badıncanlı, tikə batırmaq kənd sofası ilə, spanarlı quzu əti, tərəvəzli toyuq, aşağıda var qurtdi bir fırında və burada var ət manası, su pendir. Keçir buradan sulardan isə vərməşin supu, mal əti ilə, süt qırmızı, ukraynski borç, aşqaramız var, mərzi var, sular 4 çeşiddə çıxmışıq bugün dəzgaha və qızartmalıq yeməklərdən isə köftəli toyuq və yaxud mal əti, qurtdibi izqara, yendə ləvəncili toyuqlarımız var. Keçir buradan çəkətmə kağıdı, üzgən yeməyi, jülyen, farel balonları, sazan balıqları, qızartmaları və tabakaları. Buyurun, nuş olsun.